vaxtınız xeyirli olsun dostlar. Bu gün sizlər üçün Azərbaycan milli mətbəxinin qədim reseptlərindən biri olan cızbız hazırlayacağıq. Hamımızın da bildiyimiz kimi cızbızı quzu ətinin içalatından hazırlayırıq. Kim istəsə mal ətinin içalatından da hazırlamaq mümkündür. Birinci növbədə ciyərin seçimindən başlayırıq. Ciyər də gördüyünüz kimi açıq qəhvəyi və şəffaf rəngində olmalıdır və istifadə edəcəyik quzunun it piyindən. Kim istəyirsə əgər quzunun it piyindən istifadə etməyə də bilər. Qoxusunu hər insan sevməyə bilər. Birinci növbədə ciyəri ağciyərdən ayırırıq və ürəyi də ağciyərdən ayırırıq. Quzu ürəyini 4 hissəyə və yaxud da 6 hissəyə bölmək olar. Ən əsas məsələ odur ki, böləndən sonra içində olan qan yığıntılarını yumaq lazımdır. Çalışın ki, soyuq su ilə yuyasız, qaynar su ilə yumaq olmaz. Daha sonra qaraciyərin üzərində olan pərdələrdən təmizləmək lazımdır. Çünki istər qovurmasında olsun, istərsə də kababında olsun, dişləyəndə adamın ağzında rezin kimi qalır. Qaraciyər seçimində diqqət edin ki, qaraciyərin üzərində heç bir xalı olmasın və yaxud da xoşunuza gəlməyən göyərtilər olmamalıdır üzərində. Göyərti deyəndə daha keçmiş video nəzərdə tutmuram, üzərində olan hər hansı xoşagəlməz rəng olmamalıdır. Qəssabdan alan qardaşlarımız xüsusən də səhər vaxtlarında yaxşı ciyər əldə edə bilərlər. Və əlbəttə ki, bizə qovurmaq üçün lazımdır yağ. Yağ da quzunun öz yağından istifadə etmək daha məqsədə uyğun olar. Bir çox əzizlərimiz bizlərə sual verir ki, dişi və yaxud erkək quyruğunun fərqi nədədir? Dişi quyruq ümumiyyətlə qovurmalarda yaxşı olur, çünki daha tez əriyir. Amma lülə kababda və yaxud da quyruq kababında belə erkək quzunun quyruğundan istifadə etmək daha məqsədə uyğun olar. Quzun quyruğunu da gördüyünüz kimi kub formasında doğrayırıq. Qaraciyərlərimizi də kub formasını doğrayıb yığırıq kənara. Çalışın nə çox böyük olsun, nə də çox xırda olsun. Daha sonra quzunun it piyini başlayırıq xırda-xırda doğramağa. Hamısını yaxşı-yaxşı doğrayandan sonra bir dəfə yuyuruq və aşüzən üzərinə qoyuruq ki, suyu çəkilsin. Və dostlar, bu arada sacımızı qoyuruq atəşin üzərinə qızmağa. Sac nə qədər qalın olsa bir o qədər də yaxşıdır. Kub formasına doğradığımız quzunun quyruqlarını əlavə edirik sacın üstünə. Quyruq da öz yağını buraxandan sonra dərhal quzunun iç piyini əlavə edirik üzərinə. İç piyi qovrulandan sonra üzərinə yaxşıca yuduğumuz ürəkləri əlavə edirəm. Quzu ürəkləri ciyərdən öncə əlavə olunmalıdır ki, ciyərin öz suyu içərisində qala bilsin. Cızıltını özünüz eşidirsiniz də. Məhz bu cızıltıya görə yeməyimizin adı cızbızdır. Daha sonra yeməyimizin üzərinə duz və istiot əlavə edirəm. Daha sonra ağ soğanı xırda-xırda başlayırıq doğramağa və yeməyimizin üzərinə əlavə edirəm. Kim istəyirsə qırmızı soğandan da istifadə edə bilər, amma daha məsləhətdir ki, ağ soğandan istifadə edin. Çünki qırmızı soğan azca yeməyimizə acılıq verə bilər. Soğanı əlavə edəndən sonra çalışın biraz ocağın temperaturunu azaldın ki, soğanlar quyruğun yağında qəşəng bişə bilsin. Yeməyimiz hazır oldu dostlar. Lap qədim zamanlardan milli mətbəximizdə cızbızı təndir çörəyi ilə servis edərdilər. Təndir çörəyini batırardılar cızbızın yağına və kənarında servis edərdilər. Amma indi restoran sistemində təndir çörəyi lavaşla əvəz olunub. Bu qədər dostlar. Hazırlayan hər kəsə nuş olsun. Bu cür iştahlı və ləzzətli reseptlərimizin gəlməsi üçün
kanalımıza abunə olmağı, videomuzu bəyənməyi və dostlarınızla, xüsusən də yeyib içən oğlanlarla paylaşmağınızı unutmayın. Sağ olun, Allah'a əmanət olun.